Salam aleyküm. Sabahınız xeyir olsun. Deməli dostlar, mən Mirzəyev Pünhan hal-hazırda hökumətin verdiyi, yəni qaçqınlara tikilən evlərdə yaşayıram. Beyləqan ərazisində yerləşir. Xocavənd qəsəbəsi 500-lük ailəlik qəsəbə deyirlər, nə deyirlər, nəsə onunla. Mən burada yaşayıram. Bizim icra nümayəndəsi Şamil Balakişiyev zəng edirəm ki, Şamil müəllim, bəs bu Qarabağda bizə ev verilməlidir, nə oldu, nə məsələdir? Şamil müəllim məndən durub belə danışır ki, bəs nədir, dəqiqə başına bu Mirzəyevlər məni yığır, zırt, pırt, nə bilim, nə? Bu, dövlət işçisində işləyən adama yaraşarmı bu hərəkəti deyə vətəndaşa? Yəni, bunu buraya icra nümayəndəsi qoyurlar ki, bu vətəndaş buna dərdin desin, problemin desin, işin desin. Belə bir insanın haqqında niyə tədbir görülmür? Və qaldı ki, Xocavənd rayonunun icra başçısı Eyvaz Hüseynov dəfələrlə qəbulunda olmuşam, deyir ki, ev məsələsi ilə bağlı mənə deyir, narahat olma, ev veriləcək, iş veriləcək, amma mən nə iş ala bilirəm, nə iş vermir mənə, mən acından ölürəm. Xahiş edirəm, mənim bu kaydımı cənab prezidentə çatdırın. Bunu cənab prezident görsün, Mehriban xanım görsün. Yəni bunlar görür ha, bunlar görürsə də qabağın alanlar, əlinizi soxun dinməz yeruzə, əlinizi soxun dinməz yeruzə, almayın qabağın. Bir poxya bilmirsiniz, bari heç olmasa qoy dövlətin başçısı görsün. Yəni xahiş edirəm bu Xocavənd rayonu icra başçısının haqqında tədbir görülsün. Yəni 35 il az bir müddətdir, 35 il bir insan icra hakimiyyəti işləyər. Nə məsələdir bu belə? Bu pul ödür dövlətə, yoxsa patent verir, nə məsələdir? Niyə işləyir də, niyə? 35 il, bütün qohum əqrabasının hamısını yığıb böyrünə, başına, ətrafına açın, bəs filan kəs işləyir, nə bilim, bəhmən kəs işləyir, gətirirlər oraya mühafizə qoyurlar, mühafizə deyir, bu çay qaşığı boydadır. Mühafizə, məndən artıqdır bu mühafizə, harada oxuyub bunlar, məktəb qutarıq, nə qayrət, nə iş görür, heç birisi də oxumuyub. Xocavənd rayonunda bu dəqiqə axtarsaz, maraqlansaz, adı işdə gedənlər o qədərdir ki, sayı hesabı yoxdur. Amma mən onların heç birisinin üzünü görməmişim. Adlarını eşitəndə şoka düşürəm. Yəni, belə bir insan varmı ki? Mən xahiş edirəm, bu kaydım hər kəs bəyənsin, paylaşsın. Xocavənd rayonu icra başçısı Eyvaz Hüseynov haqqında tədbir görülsün. Yəni bir neçə kanallarda da görürəm ki, Eyvaz Hüseynov haqqında danışıqlar gedir. Bunu mən indi YouTube'da da paylaşacağım. Hər kəs bunu görsün. Hər kəs bunu görsün. Ki, Eyvaz Hüseynov ancaq mən gördüklərimi və sübutanla deyə bilərəm. Bizdə Xocavənd ərazisində yerləşən Ümumi lider Heydər Əliyevin adına vurulmuş nə qədər nə artizanlar var, su artizanları. Eyvaz Hüseynov onların hamısının Ağdam cəmaatının Kəngəri kəndinə verir, soğan əkirlər, Eyvaza pul verirlər. O adam, o artizanları bu cəmaat üçün vurulub, dövlət onu kasıb-küsub üçün vurub. Amma Eyvaz Hüseynov satıb onun pullarını yeyir. Niyə? Nə səbəbə görə? Hər qohumun adına 200-300 hektar yeri var. Niyə? Eyvaz Hüseynov hara aparacaq bu pulu? Hara aparacaq? Xahiş edirəm, bunun haqqında tədbir görülsün bu insan çox harınlayıb, çox. Bunun haqqında tədbir görün, xahiş edirəm. Mən acından ölürəm. Mənim yeməyim yoxdur. Baxın, səhər-səhər mən hamısını göstərirəm. Bax, quru çörəkdir, bax, daş kimidir, baxın, görürsünüz də. Yoxumdur. Çay içirəm. Qəndim yoxdur. Yəni mən acından ölürəm. Bir yerdə mənim adım getmir. Bax Mirzəyev Pünhan Eyvaz oğlu 1993-cü il sentyabr ayının 10-unda anadan olmuşam, gəlmişəm deyə bu Xocavənd rayonunda məskunlaşmışam. Amma indi faktdır bu dəqiqə mən acından ölürəm. Mən iş vermir, özüm də ailəli olub ayrılmışam, aliment verirəm, amma verə bilmirəm. Pulum yoxdur verməyə, heç bir harda işləmirəm, əlim iş tutmur. Fiziki iş gücüm yoxdur. Mən danışıram. Haqsız çıxıram, məni tutub atırlar içəri, başçının yanına gedirəm, başçı deyir ki, narahat olma, düzələcək. Amma düzələcək, mən bilmirəm. Başçı mənim axırıma çıxmaq istəyir və qaldı ki, Xocavənd rayonunun rəisi Xəyyam Hüseynov. Bu adamın da dəfələrlə olmuşam, bu adam mənim
heç bir problemimə baxmayıb. Xahiş edirəm bunların haqqında tədbir görülsün. Məndən bu qədər. Sağ olun. Videomuzun ardı bir daha gələcək. Sağ olun. Bay bay.